Qorxu xainləri ilə cinayətkarları. Yazar İnsafəli Hidayət. Yazdı farsça. بوسه مرد تبریزی بر دستار محمود ذوالفقار زنجانی که برای بیرون راندن فرقه پیشوری آمده بود. Yani bir Təbrizli Mahmud Zülfəqari Zəncanlı adlı bir adam ki gəlib firqə-i pişəvərini Təbrizdən eşiyə salsın, onun əlini öpür. Bir şəkilinin altında yazmış, mənə göndərmiş. Yazdım. Tarix boyu lümpenlər və xainlər həmişə güclülərin, işğalçıların və millətlərin iradəsi düşmənlərinin əsas güclərinə çevrilmişlər. Yaxın tariximizdə bu qorxaq darqaşayırların ən adlımı isə Şaban Bimoxdur. Hər toplumda belə latlar, darqaşayırlar, Şaban Bimoxlar hər zaman vardır, olacaqdır. Bunlar fürsətçi və mənfəətçidirlər. Öz yalların və yalqablarının isin, qoxusun yaxçı bilirlər. Onların istədiyi şərait müsait olarkən, onlar zalimlərin, cinayətkarların, cəlladların yanında durarlar. Cəllad sinfi də bunlardan ulaşırmış da. Cəlladlıq işi bunların işi və qazanc yoludur. Onların tüm davranışları şəxsi mənfəətlərini əldə etmək üçündür. Onlar milli və toplum mənfəətin düşünməzlər. Hangi tərəfin zoru basarsa, onun yanında səhv çevirirlər. Yəni, onlar özlərin kiraya verərlər. Zorlunun qəhbəsi olarlar. Onları kimin kiraya etməsi onlar üçün önəmli deyil. Kiraya olmaları və qazancıları önəmlidir. Bir millət savaşıb sınarkən, o millətin milli çıxarları yolunda ağıllı, cəsur və milli düşünən insanlar savaşar, öldürür və sonunda şəhid ola bilir. Qalanlar isə qorxuya təpiliblər. Savaşarkən ölməzlər, amma dirikən ölümü hər gün və hər gündə onlar dəfə yaşarlar. Ölüm qorxusu, tutuqlanma qorxusu, işkəncə qorxusu qalanların yaşamlarını cəhənnəmə çevirir. Qorxaqlar istəməzlərsə belə o millətin iradəsinə, ulusal çıxarlarına və istəyinə xiyanət edərlər. O qorxaqlar minlər doğru yalanı bir-birinə düyünlərlər, söylərlər ki, ölməsinlər, diri qalsınlar. Qorxaqlar ölənləri və qaçanları hər bir pislik ilə ittiham edərlər ki, özlərinə yaşam və diri qalmaq haqqını qazansınlar. Zəfər qazanan tərəf və güc isə qorxaqların qorxu gücünə dayanaraq həm toplumu idarə edərlər, həm də onların əlində olan olmayanları alarlar. Qorxu gücü çox zorlu bir gücdür. O güc hər şeyi aşıra bilir bir gücdədir. O güc hər şeyi aşıra bilir bir gücdədir. Hətta bir azad toplumun gücündən belə güclüdür. Çünki diri qalmaya çalışır və yaşır. Qorxaq dirilər dünyanın ən pis və çirkin yalanların ölənlərə və qaçqınlara yapışdırırlar. Zəfər sahibi o qalanların yalanlarına və hekayələrinə dayanaraq bir qorxu tarixi, düşüncəsi, inancı, mədəniyyəti, kültürü, yaşam tərzin və yaradar. Ha belə o yalanlarla tüm kitabları, mediaları, məktəbləri, universitetləri və ha belə beyinləri belə doldurarlar. Həmən yalanlarla yeni nəslin yetişmələrini yetişdirər. Nəsillər qorxaqlıq mədəniyyəti, kültürü və təlimi ilə amma doğal görünən şəkildə yetişdirilir. Amma iş burada
yalanlarla ve yeni neslin yalanlarla yetişmesinde kalmaz. Belki yalanlar toplumda dolandıkça yalantılar bile öz yalanlarına inanarlar ve onu doğru görüp hemen yalanları yaşamaya ve inanmaya ve inanarak yaymaya başlarlar. Əcibə budur ki, yalançılar özləri yarattığı yalanı başqa qorxaqların dilindən eşidəndən sonra sözlərinin yalan olmadığına belə inanarlar. Özlərin o yalanlarda haqlı görər və təsəvvür edərlər ki, onlar dedikləri yalan değilmiş, bəlkə onların doğrulardan xəbəri yox imiş. Beləliklə, yalancı dirilər uduzmuş və yenilmiş toplumda yaşam haqqını qazanarlar. Onlar nə qədər çox yalan desələr, ölənlərə və qaçanları pisləsələr, o qədər də haqq qazanıb zəfər çalmış güclərə yaxınlaşar, iş, güc, sərvət əldə edə bilərlər. Bu yaxınlıq sərvət və gücdə onları daha sırtıq edər. Aynı halda onlar hər bir fürsətdə zəfər qazananlara öz vəfadarlıqlarını göstərib isbat etməlilər. Vəfadarlığın isbatı çox da kolay deyil. Bəlkə bir çox qurbanlıq etməlidirlər ta inandırıcı olsunlar. Onlar vəfadarlığının isbatı üçün yalan ki heç, öz bacı qardaşların, dildaşların, yoldaşların, qandaşların belə çuğullayıb, tutuklandırıb, ölümə götürməli ya da öz əlləri ilə onları öldürməlilər ki, əldə etdikləri yaşam haqqı üzərinə daha çox haqq qazansınlar. İş ora gedib çatar ki, bu qorxaqların xəyanətləri, cinayətləri, şəqavətləri, pislikləri, zülümləri və zəfər qazanışlardan belə keçib, irəli keçib çox olar və onlardan önə keçər. Hörmət və saygılarımla İnsafəli Hidayət.